Hər kəs salam aleykum millət. Bu gün sizlərlə sual-cavab videosu düzənləmişəm. İlk sualımıza keçək. Abi məndə data basınca uygulamalar çıxmır, yəni proqramlar çıxmır. Bu necə eləyirsən dostum? İlk öncə gəlirsən buradan Play Store-a. Play Store-da indi sənə göstərim hansı proqram yükləyib eləyirsən bunu. Baxın, Skuski yazılan bir proqram var burada. Skuski. Bir dənə yazım belə. Baxın, bu çıxdı artıq. Bunu yükləyirsiniz. Yüklədikdən sonra aça basırsınız. Eşleştirə basırsınız. Burada sizdən bir dənə ayar istəyəcək. Yəni ki, bilmirəm nə ayarı isə, onu açırsınız. Açdıqdan sonra başlata basırsınız. Geleşdirici seçenəklər. Buradan biraz aşağı düşürsünüz, biraz. Burada USB hatayı qıtlama var. Baxın bu, kablosuz hatayı qıtlama. Bunun üstünə bir dəfə basırsınız. Kablosuz hatayı qıtlamanın üstünə bir dəfə basıb eleştirmə kodlu cihaz eleştirin. Bir dəfə bunun üstünə basırsan yuxarıda bir dənə bildirim gəlir. Bax, eleştirmə kodunu girin. İndi baxaq buradakı kod nədir? 398 356. Bəzə biz bunu bura 398 356. Bunu yazıb bitirdik. Atırıq bunu. Başarısız 398 396. Bir dəyə. Bunu düzgün yazmağa çalışın. Biraz qəliz şeydir bu. Deməli 611 330. 611 330. Göndərirsiniz bunu. Başarılı. Baxın, başarılı. Buradan çıxıb Skuskiyə daxil olursunuz. Baxın. Burada 3 saniyə deməlidir. Baxın, 3 sekund gəlməlisə bu artıq hazırdır. Sizdə çox böyük ehtimal fazladan bir addım daha yapmanız gəlməyəcək. Çünki mən neçə dəfə eləmişəm, məndə artıq baqa düşüb. Yəni ki, olmur. Sizdə olacaq ancaq. Gəlirsiniz buradan arşivə. Android data. Buradan yuxarıda baxın. 3 nöqtəyə basıb ayarlar. Buradan root. Su eləməyin. Su eləsəz açılacaq. Skuski eləsəz ki, datanın OBB-ləri açılacaq. Yəni ki, içindən sata biləcəksiniz. Məndə baxın, sınırlıdır yazıb. Gördüyün kimi dostum, hamısı buradadır. Gəlin keçək ikinci sualımıza. Baxaq, hardadır bu. Deməli, öz konfiginizi yaratmaq, bunun biraz çətindir. Daha doğrusu gizli məlumat kimi bir şeydir. Yəni ki, bunu heç kimə demir. Bunu da keçək. Ölüm duyurulu skin paketimiz sabah gələcək əslində. Çünki ölüm duyurulu skin paketlər biraz çətin olduğu üçün onu biraz ara-ara gətirəcəm. Buradan başqa sualı keçək. Rakibdə yəni hər şey görünür. Rakibdə hər şey görünür deyəndə ki, sənin vurduğunlar görünür, sadəcə qiyafətləri görsənməyəcək. Görsə belə o sıra səni ban atacaq. Telegram linkimiz də açıqlamada və yaxud da bioda var. Videomuz bu qədərdir. Videomu bəyəndinizsə like atıb abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.